Bakıda qonaq qaldığı xalasının evindən oğurluq edən 1998-ci il təvəllüdlü Ramiz Cəfərov cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxs evdən 7300 ABŞ dolları oğurlayıb. Məlum olub ki, Ramiz oğurluğu TikTokda izlədiyi xanımlara jeton göndərmək üçün eləyib. O, ifadələrində bildirib ki, hazırda adını xatırlamadığı səhifələrdən birindəki qadına jeton alıb göndərmək qərarına gəlib, lakin pulu olmayıb. Bu zaman o, qonaq qaldığı evdən oğurluq etmək qərarına gəlib. Cəfərov oğurladığı puldan 7000 manat hissəsini TikTokda qadınlara jeton göndərməklə xərcləyib. Qalan məbləği isə restoranlara sərf edib. Qeyd edək ki, hadisə Sabunçu rayonu Maşdağ qəsəbəsi Savalan məscidində qeydə alınıb. Bu işdə zərər çəkən şəxs kimi tanınan Ramizin xalasının əridir. O ifadəsində oğurlanan pulları əlilliyə görə aldığı vəsait hesabına yığdığını bildirib. Neftçalıdan Bakıya fəhlə işləmək üçün gələn və TikTok sevdasına düşən təqsirləndirilən şəxsin azadlığı 2 il müddətinə məhdudlaşdırılıb.